Axmağın biri axmaq heç bir kuplet deyə bilmirsən. Bunun indi çoxu tutur xiridarlar orada yazır ki, deyə bilərsən qardaş, yanında meyxana bunun üzərindən gedirlər. Qardaş, meyxana deyə bilmək nədir? Çox adam bilmir ki, deyə bilmək. Məsələn, rəhmətli Məşədi babanın indiki sağ olan Mahir Zürətin qəzəlləri var ki, mən desən o qəzəllər kimi yaza bilərsən, deyirəm bəlkə yaza bilmərəm, çətindir. O qəzəlləri yazmaq, onun ahuzar qəzəl, onlar gözəldir. Amma gəl ki, sən meyxana demək, valla primitiv bir şeydir da. Yəni, meyxanada primitivlikdən başqa bir şey görmək. Meyxana nədir? İşte, indi deyilmək. Meyxana birinci deyən meyxanaçı, meyxananı aşağıdan əvvələ doğru fikirləşir və meyxananın da bütün canı qafiyədədir. Qafiyədə. Üçüncü, dördüncü misralarda fikri deyir. Bax, bir meyxana götürək, meyxana üzərindən gedək. Primitiv bir meyxana, istəyirsiniz siz deyin, nə bilim, ağla qutaran axırı, alla, arla, irlə, arla qutaran bir qafiyə deyək. Misal üçün, özümdən də primitiv qafiyədir. Özümdən savayı qoçaq görmürəm. Misal üçün, qafiyəni ataq. Biz hazırlaşmamışıq, ani gəlir deyirik. Özümdən savayı qoçaq görmürəm. Tutaq ki, axırına həmişə feil atırlar, ya sifət atırlar, heç onlar bilmirlər feillə, sifət elə görüblər deyən elə deyirlər də. Görmürəm, edərəm, bilərəm, seçirəm, belə sözləri atırlar. Qafiyəni də bir dənə isimdən tuturlar. Çıxır gedirdən və yaxud hər hansısa retki bəzən də feil azı da keçirlər qafiyədə. Tuturlar, özümdən savayı qoçaq görmürəm, özümdən başqa bir qoçaq görmürəm. Tutaq ki, qafiyə bir də qoçaqdır da, qafiyə tutaq ki, qoçaq. İndi burada meyxana deyən avtomatik beynində ağla qutaran sözləri fikirləşir. Ağ, dağ, yağ, bağ, cağ, sağ. Bunları fikirləşdi, bu sözləri fikirləşdi. Qanacaq. Misal üçün değişirik, ikimiz meyxanaçıdır, değişirik. Qanacaq, sən mənə təhqir eləm. Bunların değişməndən çox şeydir də, qarşındayın elə bir ki, birini alçaldasan da, qanacaq tutaq ki, qanacaqla deyə bilər. Üçüncü misra, dördüncü misranın sualı olur. Üçüncü misrada sualı verirsən, dörddə fikri ifadə eləyirsən, birlə ikində pusula yatırsan. Meyxana budur, birlə ikində pusula yatırlar, çıxır ki, savadlı meyxanaçı olanda, birlə ikini də bəzən qəşəng fikir ifadə, onu da gözəldir, savadlı meyxanaçı olanda. Amma çoxu elə, misal üçün, birlə ikini də pusula yatır, çıxır gedir. Deyir, misal üçün, üçdə deyə bilərsən ki, Miri, səni düz 10 ildir tanıyıram, üçü deyirsən. Ancaq səndə mən qanacaq görmürəm. Özümdən savayı qoçaq görmürəm. Tutaq ki, tanıyıram sözünə uyğunda birlə ikini atırsan. Misal üçün, dostlarımı arada bir sınayıram, bəzi dediyi fikirləri qınayıram, Miri, səni düz 10 ildir tanıyıram, ancaq səndə mən qanacaq görmürəm. Özümdən savayı qoçaq görmürəm. Всё, meyxana, yəni 3 ilə 4də fikri tut, dağ görmürəm. Dağı görmürəm, amma uyğunlaşdırmazda bunun üçün bir balaca başı işlətməlisən, deməlisən. Başqa bir qafiyə götürək. Məsələn, değişmə qafiyəsi olsun, başqa söz, nə bilim, səndənsə bir həftə becər yaxşıdır. Tutaq ki, səndənsə bir həftə becər yaxşıdır. Qafiyədə deyişlər. Burada ərlə gedir də qafiyə. Ərlə qutaran sözləri tez meyxanaçı fikirləşir. Dönər, kəmər, kəsər, ər, nə bilim, tər, şər, getdi, əsər. Misal üçün, mən yazçıyam, mənlə deyişirsən. Qayıdıb mənə deyə bilərsən ki, sən yazdığın 10 romandan aymiri, Tolstoydan balaca əsər yaxşıdır. Misal üçün, səndənsə bir həftə becər yaxşıdır. Miriyə də uyğun deyə bilərsən, meyxananın məndə olubdur sirri, meyxanada məndən olmusan geri. Sən yazdığın 10 kitabdan aymiri, Tolstoydan balaca əsər yaxşıdır. Всё. Səndənsə bir həftə becər yaxşıdır. Yəni meyxana budur da, 3də deyir, 4-ü də cavabın deyir. İndi siz mənə deyə bilərsiniz ki, bu fikirləri tez-tez deyirlər, saat 6-dan gecə 10-a kimi tap-batap deyirlər bunlar. 200 dənə, 100 dənə bir toyda fikir deyir. Bunu deyə bilərsən, bu sualı verə bilərsən mənə. Burada canım gözlərim, hörmətli xiridarlar olsun, vərdiş deyilən bir sahə var. Vərdiş nədir? Ömrü boyu üzə bilməyən bir adamı, su görməyən, apar at suya boğulacaq. Düzdür. Ancaq ona qolçaqları ver, üzgüçülük müəllimi yavaş-yavaş öyrənir, salto vuracaq üzdə.
buzun üstündə gedək bir dəqiqə sürüşə bilərsən buzun üstündə. Yıxılacaq. Mən də təpə üstə gedəcəm. Amma o görsən necə fırlanır, barmağın üstündə fırlanır. Bəli. Çünki vərdiş eləyib, onun üçün adi bir şeydir, adi. Misal üçün qardaş kameraman burada bunları quraşdırdı, elədi, bizi çəkir, o nəzarət edir onlara, düzdür? Mənə desən onları ilə eləməyəm. Mənə çətin gəlir o. Çünki mən onu eləməmişəm. Amma mənim işimi də gəl sənə göstərim, sənə çətin gələcək. Qayanın üstündə dağ keçiləri gəzirlər. Görsən bu qayanın üstündə. Onu sən adi bizim keçini apara atora görəsən təpə üstə getdi. Amma müəyyən dövr anadan olanda o keçilərin arasında olsa, öyrənsə, onun üçün adiləşir. Hər bir şey müəyyən dövrdən sonra adiləşir. Bəli, razıyam bundan. Meyxanaçılar da gözlərini açıb deyə, o şey onlar üçün o meyxana adiləşir. O sürüşən adam üçün o sürüşmək adidir. Meyxanaçı misal üçün Mehdi Masallını gətir bura, desin buna bir işığa bir qafiyə desin, ona bir şeir desin, buna bir şeir desin, mənə məzələnsin bir şeir desin, sənə bir şeir desin. Rahatlıqla. Çünki onun üçün adi bir şeydir o.